Qoç bürücü. Qoçlar günün ilk yarısının həddindən artıq həssaslıq və ya ətalət ilə xarakterizə oluna biləcəyini unutmamalıdırlar. Axşama doğru onları hadisələrin və əhval-ruhiyyənin yeni bir dönüş gözləyir. Məhz bu zaman enerji artacaq və biraz macəra yarana bilər. Kənardan gələn xəbərlər və ya öz daxilindəki yeni bir əhval-ruhiyyə onların təxəyyülünü oyada, onları dəyişməyə sövq edə və ya uzaq ölkələrə çağıra bilər. Buğa bürcü. Bugün ulduzlar Buğa bürcünə mövcud psixoloji vəziyyətdən və ya vacib insanların, məsələn, xaricdəki iş ortaqları, əhval-ruhiyyəsindən əlavə fayda əldə etmək istəyirsinizsə, tələsməyi məsləhət görürlər. Bu axşam onların planlarının qəfil dəyişməsi və ya gözlənilməz xarici amillərin işə düşməsi, hərəkətləri ilə vəziyyətə təsir etmək qabiliyyətlərini azaltması mümkündür. Bugün Buğa bürcü səhərlər nisbətən sabit bir atmosferə və hadisələrin məntiqi davamına ümid edə bilər. Amma axşam ətraf mühitdə və ya tərəfdaşının planlarında bir şey dəyişəcək və bu, onların təsir gücünə xələl gətirə bilər. Dünənki müsbət təsirləri möhkəmləndirmək vacibdirsə, təxirə salmayın. Buğa bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, özünü məşğul Buğa bürcündən olanlar üçün günün ilk yarısında əlverişli iş şəraiti yaratmaq çox vacib olacaq. Nəticə əldə etmək üçün diqqətinizi cəmləməlisiniz. İşinizə mane ola biləcək bütün kənar təsirlərdən özünüzü təcrid etməyə çalışın. Bəzi sənətçilər mükafatlar ala və ya yaradıcılıq müsabiqələrində tanınacaqlar. Əkizlər bürcü. Əkizlər günün ilk yarısını dünənki işləri yerinə yetirməyə və ya tamamlamağa həsr edə bilərlər ki, bu cür xırda şeylər axşam onları əsas işdən yayındırmasın. Gün ortadan sonra onlar üçün ən vacib şeylər başlayacaq, xüsusən də may ayında doğulublarsa. Ola bilsin ki, onların üfüqündə potensial dost, tərəfdaş, müştəri və ya sponsor peyda olacaq və ya özləri kiminsə diqqətini orijinal şəkildə cəlb etməyə qərar verəcəklər. Əkizlər bürcü üçün ulduzlar bugünün axşamının onların sevgi həyatlarını canlandırmağa və münasibətlərində dəyişiklikləri sürətləndirməyə başlayacağını proqnozlaşdırırlar. Məhz günün bu vaxtında onların fərdi xarizması, ekstravagant imici və ya qeyri-adi davranışları ilə başqalarının diqqətini cəlb etmək şansları artacaq. Əkizlər bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, əkizlər günün ilk yarısında diqqətə layiq dərəcədə bacarıq və ixtiraçılıq nümayiş etdirə bilərlər. Çətin vəziyyətdəsinizsə, gözlənilməz və orijinal bir həll yolu tapa bilərsiniz. Xərçəng bürcü. Günün ilk yarısı xərçənglərə əlavə zövq hissi yaşamağa imkan verəcək. Uğur, sevgi, şans və ya yaradıcı ilham mərhələsini uzadacaq. Səhər konkret planlarınız və istəkləriniz yoxdursa, istirahət etməyiniz məsləhətdir. Çünki axşam yaxınlaşdıqca dəyişən şərait yenidən planlı iş tələb edə və ya gözlənilməz bir çətinlik yarada bilər. Hətta bir dostunuza kömək etməli ola bilərsiniz. Xərçənglər romantik münasibətlərinin emosional axınından məmnundurlarsa və sevginin qeyd olunmasını uzatmaq istəyirlərsə, günün ilk yarısını buraxmamalıdırlar. Bu hisslərini vurğulamaq və münasibətlərini gücləndirmək üçün ən yaxşı zamandır. Axşam saatları sabitliyi azaldacaq, lakin xəbərlər və impulslar əlavə edəcək. Xərçəng bürcünün sabah üçün karyera və maliyyə ulduz falı, xərçəng bürclərinə bugün əvvəlcədən müəyyən edilmiş bir plana uyğun hərəkət etmələri tövsiyə olunur. Ardıcıl və bir əsas istiqamətdə metodik şəkildə işləməyi bacaranlar uğur qazanacaqlar. Səyləriniz rəhbərləriniz tərəfindən görülə və qiymətləndirilə bilər. Sizə daha məsuliyyətli və daha yüksək maaşlı bir tapşırıq təklif oluna bilər. Şir bürcü. Şirlər günün ilk yarısının zəiflik dövrü ola biləcəyini unutmamalıdırlar. Bu, istirahət, emosional və mənəvi həyata qərq olmaq və yaxınlarınızla vaxt keçirmək üçün yaxşı zamandır. Aktiv fəaliyyətləri axşama qədər təxirə salmaq ən yaxşısıdır.
Alacaqları enerji və diqqətdən əlavə, xarici amil, sürpriz, xəbər, ziyafətə dəvət və ya dostun gəlişi ətalətin öhdəsindən gəlməyə kömək edəcək. Günün ilk yarısı şirlər üçün artan həssaslıq və durğunluq, gizli sevgi münasibətlərinə passiv batma dövrü ola bilər. Axşam dinamizm və yenilik qatacaq. Bu, bir fikir və ya sürpriz təqdim edə, söhbətləri canlandıra və ya qeyri-adi bir yerdə görüşmək üçün bir səbəb yarada bilər. Şir üçün, sabah üçün karyera və maliyyə ulduz falı, günün ilk yarısında şirlər bizneslərini genişləndirmək üçün səy göstərməyə təşviq olunurlar. Siz süngər kimi yeni və iddialı hər şeyi mənimsəyəcəksiniz ki, bu da yeni bazarlara daxil olarkən irəliləməyinizə kömək edəcək. Nə qədər cəsarətli və geniş miqyaslı olsanız, bir o qədər yüksək nəticələr əldə edəcəksiniz. Günün ikinci yarısı gəlirlərin artması və uğurlu əmlak alışları ilə əlaqələndirilə bilər. Qız bürcü. Qız bürcü üçün günün ilk yarısı kifayət qədər sakit keçəcəyi vəd edilir. Ənənəvi həyat ritminə meyl edən qız bürcləri üçün bu, cari işlərinə diqqət yetirmək və emosional cəhətdən güclənmək üçün ən yaxşı zamandır. Yenilik və tərəqqiyə can atan qız bürcləri üçün səhərlər dincəlmək və güclənmək zərər verməz, çünki axşama qədər yenilik etmək və təcrübə aparmaq üçün enerjilərini bərpa edəcəklər. Günün ilk yarısı qız bürcünün üzvlərinə romantik münasibətlərində emosional harmoniya mərhələsini uzatmağa və yeni sürprizlər dalğasını təxirə salmağa imkan verir. Axşam yaxınlaşdıqca onların yenidən narahat olmağa əsasları olacaq. Hisslər eyni qalacaq, amma planlarını düzəltməli və ya düşüncə tərzini dəyişdirməli ola bilərlər. Qız bürcü üçün sabahın karyera və maliyyə ulduz falı qız bürcünün işgüzar münasibətləri üçün əlverişli gün ola bilər. Ulduzlar xaricdəki əlaqələrdə uğur qazanmağı məsləhət görürlər. Xidmətlərinizi genişləndirmək və məhsullarınız üçün yeni bazarlar axtarmaq yolunda irəliləyərkən bəxt küləyi yelkənlərinizi dolduracaq. Bu xüsusilə geniş miqyaslı idxal və ixrac ticarəti ilə məşğul olanlara aiddir. Tərəzi bürcü. Tərəzi bürcü üçün ulduzlar axşam saatlarında dəyişikliklərin daha çox ehtimal olunduğunu göstərir. Gözləyərkən təcili ehtiyaclarınızı ödəməyə, ailə məsələlərini həll etməyə və ya maliyyə vəziyyətinizi idarə etməyə vaxt ayıra bilərsiniz. Günün sonunda gündəlik və cari narahatlıqlardan fəsilə vermək, zehni və emosional cəhətdən dincəlmək və planlaşdırma üfüqlərinizi genişləndirmək faydalıdır. Bu məqsədlə xəbərləri öyrənə və ya uzaq bir dostunuzla əlaqə saxlaya bilərsiniz. Aşiq tərəzilər üçün bugün düşüncələrini və davranışlarını müəyyən bir istiqamətə yönəldən sabit bir emosional vəziyyətlə başlaya bilər. Bir çox tərəzi diqqətlərini dəyişdirməkdə və vəziyyətə fərqli baxmaqda çətinlik çəkəcək. Lakin bu fürsət axşam yaxınlaşdıqca ortaya çıxacaq. Tərəzi bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, tərəzi bürcünün nümayəndələri bugün dostlarının və həmfikir insanların məsləhətlərini dinləməkdən faydalana bilərlər. Potensial biznes tərəfdaşları ilə danışıqlar mümkündür. Tərcihən qeyri-rəsmi şəraitdə. Əlaqələriniz genişləndikcə biznes uğurunuz da arta bilər. İşinizə dərindən diqqət yetirməli olduğunuz üçün günortadan sonra təklikdə vaxt keçirməyiniz və ictimaiyyət qarşısında çıxış etməkdən çəkinməyiniz tövsiyə olunur. Əqrəb bürcü. Axşam düşənə qədər əqrəblər vərdişlərindən, ehtiyaclarından və şəxsi zəifliklərindən asılı qala bilərlər. Lakin onlar özlərini tənha hiss etməyəcəklər. Onların özlərini rahat hiss etmələrinə kömək edən xarici dəstək mənbəyi qalacaq. Xoşbəxtlik, romantik harmoniya və maliyyə və ya emosional dəstək dövrü davam edəcək. Günün sonuna qədər özlərini daha az tanış bir mühitdə tapacaqlar və yeni amilləri nəzərə almaq məcburiyyətində qalacaqlar. Günün ilk yarısında ulduzlar əqrəblərə ürək məsələlərində uğur qazanmaq,
və ya sevgidə əldə etdikləri harmoniyanı qorumaq şansı verir. Onlar intuisiyalarına və qəlblərinin səsinə inamla etibar edə bilərlər. Axşam yaxınlaşdıqca gözlənilməz hallar ortaya çıxacaq və çox şey təsadüfdən asılı olacaq. Əqrəb bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, əqrəblər günün ilk yarısında məhsuldarlıqda fövqəladə artım hiss edə bilərlər. Bu xüsusilə şirkət rəhbərləri və yüksək vəzifəli menecerlər üçün doğrudur. Qərarlarınız çox təsirli ola bilər. Tabeçiliyinizin etibarlılığına və səmərəliliyinə etibar edə bilərsiniz. Günün ikinci yarısı fikir mübadiləsi, informasiya ilə işləmək və öyrənmək üçün əlverişlidir. Oxatan bürcü. Bugün ulduzlar Oxatan bürcünə xarici hadisələrin axınına çox tez qapılmamağı məsləhət görür. Günün ilk yarısında diqqətsizlik, gizli zəiflik, motivasiyanın azalması və məhsuldarlığın aşağı olması ehtimalı yüksəkdir. Özünüzə dincəlməyə, biraz yatmağa və fasilə verməyə icazə verə bilərsiniz. Amma axşam yaxınlaşdıqca xəbərlərə, aktivliyin artmasına və rəylərə hazır olmaq ən yaxşısıdır. Bəlkə də üfüqdə bir dostunuz peyda olacaq. Günün ilk yarısı Oxatan bürcünün aşiqləri üçün gərgin daxili həyat və xarici ətalət dövrü olacaq. Onların duyğu və fantaziyalar dünyasında, tənhalıqda və sükutda yaşamağa vaxtları olacaq. Axşam saatlarında Oxatan bürcünün özləri və ya partnyorları planlaşdırılmış və ya təsadüfi görüş vasitəsilə əldə edilə bilən sosial qarşılıqlı əlaqəyə can atacaqlar. Oxatan bürcünün sabah üçün karyera və maliyyə ulduz falı, Oxatan bürcündən olan ulduzlar günün ilk yarısında reklam kampaniyasına başlamağı məsləhət görürlər. Şəxsi populyarlığınız, eləcə də məhsul və xidmətlərinizin populyarlığı xeyli arta bilər. Hüquqi məsələlərin həlli və xarici tərəfdaşlarla əməkdaşlıq üçün əlverişli zamandır. Günün ikinci yarısında əvvəlki səylərinizin bəhrəsini görməyə başlayacaqsınız. Oğlaq bürcü. Günün ilk yarısı Oğlaq bürclərinə nisbi emosional rahatlıq vəd edir. Eyni zamanda hadisələrdə durğunluq da vəd edir. Bir çox Oğlaq bürcü özlərini keçmiş hisslər və ya köhnə dəyərlər tərəfindən tələyə düşmüş vəziyyətdə tapacaq. Axşam saatlarında vəziyyət onları təəccübləndirəcək və ya müəyyən dəyişikliklərin vacibliyini xatırladacaq. Bu, onların varlığını daha az rahat edəcək. Lakin düşüncələrinin canlanmasına və fundamental məsələlərdə irəliləyişlərinə kömək edəcək. Bu səhər Oğlaqlar keçmiş sevgilərini qiymətləndirəcəklər və bunun yaxşı bir səbəbi var. Məhz onların sayəsində artıq partnyorları ilə ahəngdar münasibətlər saxlaya bilirlər. Onlarla xoş söhbətlər axşama qədər təxirə salınmamalıdır. Çünki vəziyyətin yeni inkişafı səbəbindən günün sonlarında görüş ləğv edilə bilər. Oğlaq bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, Oğlaq bürcləri bugün daşınmaz əmlak mirası məsələlərini uğurla həll edə bilərlər. Bu əmlakı fövqəladə hallara qarşı sığortalamaq da yaxşı olardı. İş adamları dəzgahlara və texniki avadanlıqlara investisiya qoya bilərlər. Gün ortadan sonra uzaqdan xoş xəbərlər alacaqsınız ki, bu da sizi hərəkətə keçməyə sövq edəcək. Dolça bürcü. Dolça bürcündən olan ulduzlar günün ilk yarısında diqqətli olmağın onların xeyrinə olduğunu bildirirlər. Bu dövrdə müəyyən müsbət tendensiyalar davam etsə də, bəzi ölümcül amillər də qalacaq ki, bu da səhvlər və problemlər üçün potensial yaradacaq. Axşam istirahət etmək, gərginliyi aradan qaldırmaq və mühiti və ya söhbət mövzusunu dəyişdirmək üçün şans verəcək. Gələcək haqqında düşünmək və ya bir dostunuzun yanında olmaq üçün yaxşı vaxtdır. Dolça bürcünün eşq həyatı bu axşam yeni müsbət bir təkan alacaq. Məhz bu zaman münasibətlərindəki psixoloji mühit yaxşılaşacaq və ya düşüncələri daha müsbət istiqamətə doğru dəyişəcək. Görüş üçün uyğun bir fürsət və ya söhbət üçün uyğun bir mövzu tapılacaq.
Dolça bürcü üçün sabahın karyera ve maliye ulduz falı, günün ilk yarısında Dolça bürcündə intensiv informasiya mübadiləsi olacaq. Sizinlə əməkdaşlıq təklif edənlər də daxil olmaqla, bir çox insan sizin baxış sahənizə daxil ola bilər. Bu təklifləri ciddi və diqqətlə nəzərdən keçirin. Onlar çox ümidverici variantlar ehtiva edə bilər. Günün ikinci yarısında hesablarınız biznes tərəfdaşlarından köçürmələr hesabına doldurula bilər. Balıqlar bürcü. Günün ilk yarısında balıqlar tanış bir qoruma, mükafat və şans sistemi ilə qarşılaşacaqlar. Bu müddət ərzində onları keçmiş hadisələr və toplanmış nailiyyətlər öz intuisiyaları və idealları dəstəkləyəcək. Axşam onlara yenilənmənin qaçılmazlığını xatırladacaq və karyeralarında və xaricilərlə qarşılıqlı əlaqələrdə də daxil olmaqla şansın rolunu artıracaq. Strateji səhvlərdən qaçınmaq üçün aydın bir plana və ya qaydalara sahib olmaq məsləhətdir. Günün ilk yarısı balıqlar bürcü sevərlərini sabitlik illüziyasında dəstəkləyəcək. Bir çox balıqlar özlərini planlarının aydınlığına və tanış senarilərinin dəyişməzliyinə, hisslərinə və romantik ideallarına sadiq qalmağın sadəliyinə inandıracaqlar. Axşam saatlarında baş verən hadisələr onlara müəyyən dəyişiklərin qaçılmaz olduğunu göstərəcək. Balıqlar üçün sabahın karyera və maliyyə ulduz falı, günün ilk yarısında balıqlar iş komandasında gözəl bir psixoloji mühit yaşaya bilərlər. Qarşılıqlı dəstək atmosferində məhsuldarlığınızı artıra biləcəksiniz. İşə emosional yanaşma yaxşı nəticə göstərmək üçün motivasiyanızı gücləndirəcək. Bu, gəlirinizə müsbət təsir göstərəcək. Günün sonunda diqqət işgüzar tərəfdaşlıqların həllinə yönələcək.